Salam əziz valideynlər və şagirdlər, mən sizlərə 3-cü sinif monitorinq imtahanlarına hazırlıqla bağlı testlərin izahını verəcəm. Testlərimiz Zambaq nəşriyyatında yer alır. Əvvəlcə mətn testimizi oxuyaq. Naibənin babası axşamdan tapşırmışdı ki, buğdanı yuyub təmizləsinlər, aparıb dərmana üydəcəkdir. Ona görə də Hürü nənə dəni yuyub qurutmaq üçün süfrənin üstünə sərmişdi. O, balaca nəvəsi Naibənin əlinə bir çubuq verib demişdi ki, toyuq cücəni yaxına buraxma. Birdən Naibənin gözü süfrənin üstündə qonan sərçəyə sataşdı. Yer kürəsində 1 milyarda yaxın sərçə yaşayır. Nə qədər qış-qış etsə də sərçədən aparmamış getmək fikri yox idi. Sərçə də 1-2 dimdik vurandan sonra uçub həyətdəki tut ağacına qondu. Az sonra ağacın budağındakı yuvadan bala sərçələr çıxdı. Ana sərçə apardığı dənləri balalarına verdi. Naibə başa düşdü ki, ana sərçənin bayaqdan dən daşımasının yeganə səbəbi balalarını yedizdirib doyurmaq imiş. Birinci suala baxaq. Mətnə əsasən epizodların düzgün ardıcılığını müəyyən et. Ana sərçənin tut ağacına qonması, Hürü nənənin dəni yuyub qurutması, sərçə balalarının dən yeməsi, babanın buğdanın təmizlənməsini tapşırması. İlk öncə baba buğdanın təmizləməsini tapşırdı. Sonra Hürü nənə dəni yudu. Ana sərçə tut ağacına ikinci bu vergüldür. Sonra ana sərçə uçub tut ağacına qondu. Sonda isə sərçə balalarını yemlədi, dən verdi. 4, 2, 1, 3 doğru cavab olur B variantı. Mətndə hansı suala cavab yoxdur? Naibənin babası nəyi tapşırmışdı? Naibənin babası tapşırmış ki, dəni yuyub qurutsunlar, dərmana aparıb üyüdəcək. Ana sərçənin dən daşımasının səbəbi nə idi? Bu sualın cavabı var. Balalarını doyurmaq istəyirdi. Naibə süfrənin üstünə qonan sərçəni gördükdə nə etdi? Nə qədər qış-qış etsə də, yəni sərçə getmirdi. Dən aparmamış getmək fikri yox idi. Ana sərçənin neçə balası var idi? Neçə balasının olması haqqında say yazılmayıb. D variantındakı suala cavab yoxdur. Mətndə əsasən biri baş qəhrəman hesab edilə bilər. Naibə, sərçə balaları, Hürü nənə, Naibənin babası. Baş qəhrəman hesab edilə bilər Naibə. Çünki Naibədən daha çox danışdıq. Hansı atalar sözü mətnin məzmununa uyğundur? Qarğa özünü quş bilir, xəşil özünü aş. Mətnimizlə əlaqəsi yoxdur. Ana balası üçün canından keçər. Elə doğru cavab olacaq B variantı. Görürük ki, yəni sərçə özünü təhlükəyə atır, gedir yem gətirir, balalar üçün çalışır. Sərçə də olsa, insan da olsa yenə də anadır, ana balası üçün candan keçər. Bu ifadə mətnə daha uyğun gəlir. Ana sərçə obrazı ilə bağlı səhv fikri müəyyənləşdirin. Öz balalarını doyurmaq üçün dən daşıyır, doğrudur. Naibənin onu qonmasına baxmayaraq dənə 1-2 dimdik vurur. Doğrudur. Yəni nə qədər qış-qış eləsə də getmirdi. Dən aparmaq fikri var idi və əl çəkmirdi. Dəndən doyunca yeyib yuvasına qayıdır. Xeyr, yanlış olan C variantıdır. Sərçənin orada dən yeməsi haqqında biz nə isə oxumadıq. Balalarına dən aparması haqqında oxuduq. Hürü nənə süfrənin üstünə sərdiyi buğdaları dənləyir. Bu haqda da oxuduq. Bizə deyir ki, mətnə uyğun gəlməyən cümlə hansıdır? Baxın, mətnimizdə belə bir cümlə var idi, heç uyğun deyildi. İkinci cümlədə deyir ki, deyir, birdən Naibənin gözü süfrənin üstündə qonan sərçəyə sataşdı. Ardından burada ikinci cümlədə deyir ki, yer kürəsində 1 milyarda yaxın sərçə yaşayır. Yer kürəsində nə qədər sərçənin yaşamasının o mətinlə, sərçənin dən yeməsi ilə, Naibənin bir dənə sərçəni qonması ilə heç bir əlaqəsi yoxdur axı. Elə uyğunsuz cümlə olur ikinci C variantı. Növbətli mətnə baxaq. Herbari nədir? İnformativ mətindir. Herbari qurudulmuş bitki kolleksiyasıdır. Latın dilində herba ot, herbari otluq deməkdir. Lakin təkcə otlardan deyil, yarpaqlardan da, çiçəklərdən də herbari düzəldilir. Herbari düzəltmək üçün əvvəlcə bitki nümunələri toplanır. Bu heç də asan
iş deyil. Bəzən xeyli gəzmək, diqqətlə axtarmaq lazım gəlir ki, maraqlı bitkini gözdən qaçırmayasan. Həm də hər bitkinin tapıldığı vaxt və yer qeyd olunmalıdır. Toplanmış bitki səliqə ilə iki vərəq arasına yerləşdirilməsi, üstünə də ağ bir kitab qoyulmalıdır. Yerləşdirilməli, üstünə də ağ bir kitab qoyulmalıdır. Bir müddət sonra bitkilər quruyacaq, lakin öz rəngini və formasını saxlayacaqdır. Qurumuş bitkilər çox kövrək olur. Buna görə də onlara çox ehtiyatla davranmaq lazımdır. Bundan sonra bitkiləri qalın kağız üzərinə Buna görə də onlara çox ehtiyatla davranmaq lazımdır. Bundan sonra bitkiləri qalın kağız üzərinə qoyur, nazik kağız zolaqlarla bərkidilir və altında həmin bitkilər barədə lazımi məlumat yazırlar. Baxaq. Mətnə əsasən biri doğru məlumatdır. Mətnə əsasən biri doğru məlumatdır. Qurumuş bitkilər çox bərk olur, xeyr, əksinə çox kövrək olur, incə olur. Herbari hazırladıqda bitkiləri ağır daş altında saxlamaq lazımdır. Belə bir şey mətnimizdə yox idi, yanlışdır. Herbari ancaq otlardan hazırlanır, xeyr, təkcə otlardan hazırlanmır. Dedik ki, yarpaqdan da hazırlanır, çiçəklərdən də hazırlanır. Herbari düzəltmək üçün bəzən xeyli gəzmək lazımdır. Bəli, bu haqda mətnimizdə baxın, xeyli gəzmək lazımdır herbari hazırlamaq üçün, doğru fikirdir. Herbarinin hazırlanma ardıcıllığını müəyyən edin. Baxaq. Əvvəlcə cümlələrimizi oxuyaq. Üstünə ağır kitab qoyulur. Toplanmış bitkilər iki vərəq arasında yerləşdirilir. Hazırlanmış herbarinin altına həmin bitki haqqında məlumatlar yazılır. Qurumuş bitkilər qalın kağız üzərində zolaqlarla bərkidilir. İlk öncə olacaq, toplanmış bitkilər iki vərəq arasında yerləşir. İkinci. Sonra üstünə ağır kitab qoyulur. 1. Qurumuş bitkilər qalın kağız üzərində zolaqlarla bərkidilir. 4. Sonda isə 3. Hazırlanmış herbarinin altına həmin bitkilər haqqında məlumat yazılır. Doğru cavab olacaq A variantı. Növbəti testimizə baxaq. Mətndə fərqləndirilmiş sözün əks mənalı qarşılığını müəyyən edin. Mətndə fərqləndirilmiş söz hansıdır? Kövrək sözü fərqləndirilib, tünd rəngdən verilib. Kövrəyin əks mənalısı nədir? Kövrəyin zidd olan hansı olacaq? Kövrək bərk. A bəndi. Əksi olacaq bərk. Nazik, yumuşaq, zəif, bir qədər yaxın mənalı kimi düşünə bilərik. Mətndə aşağıdakılardan birinin adı çəkilmir. Çiçəyin adı çəkildi. Vərəqin adı çəkildi. Kitabın adı çəkildi. Çəkilməyən oldu D variantı. Mətnə əsasən hansından herbari düzəldilmir? Güllərdən düzəldilir, otlardan, yarpaqlardan düzəldilir. Amma ağaclardan herbari düzəldilməsi haqqında biz nə isə oxumadıq. Biri mətnin yarımbaşlığı ola bilməz. Herbari üçün bitkilərin toplanması ola bilər. Herbarinin hazırlanma qaydası, bu haqda oxuduq. Yarımbaşlıq verə bilərik həmin hissəyə. İlk herbari hazırlayan insan haqqında mətndə heç bir məlumata rast gəlmədik. Herbari sözünün mənası, məsəl üçün, baxın, burada ilk abzasda yarımbaşlıq kimi verə bilərik, məsələn. Herbari sözünün mənası haqqında, çünki mənası orada qeyd olunmuşdur. Keçirik riyaziyyat testlərimizin izahına. 13-cü testlə davam edək. Modeldə verilmiş ədədi özü ilə toplasaq neçə alınır? Modeldə hansı ədəd verilmişdir? 4 yüzlük, 5 onluq, 3 təklik. 453. Özü ilə toplasaq 453-ün üzərinə 453 gəlsək, 6, 5-in üzərinə 5 gəlsək, 10, 0, 1 ya da 4-ün üzərinə 4 gəlsək, 8, 1 də ya da 9. Edəcək 906. Doğru cavab olur C variantı. Modeldə verilmiş ədədlə 276-nın cəmi neçədir? 5, 2, 4. 524. Bizə deyir ki, 524 ilə baxırıq 5 yüzlük var, 2 onluq var, 4 təklik. 524 ilə 276-nın cəmi.
4'ün üzərinə 6 gəlsə 10, 0, 1 yadda. 2'nin üzərinə 7 gəlsə 9, 1 də yadda 10, 0, 1 yadda. 5'in üzərinə 2 gəlsə 7, 1 də yadda edəcək 8. Doğru cavab olur A variantı. 372'dən əvvəl və sonra gələn ədədlərin cəmini yüzlüklərə qədər yuvarlaqlaşdıq neçə alınır? 372'dən əvvəl gələn ədəd 371'dir. Düşünün ki, ədəd oxudur. Burada 372 verilibsə, 372'dən əvvəl nə gələcək? 371. Və sonra nə gələcək? 373. Ədəd oxun gözünüzün qabağına canlandıraq daha rahat tapa bilərsiniz. Çətinliyi olanlar. Sonra gələn ədəd olacaq 373. Bunların cəmi 4, 7'nin üzərinə 7 gəlsə 14, 4, 1 yadda. 3'ün üzərinə 3 gəlsə 6, 1 də yadda 7. Bizə deyir ki, 744 ədədini cəmi tapdıq 744. 744'ü deyir. Yüzlüklərə qədər yuvarlaqlaşdırsaq neçə alınır? Yüzlüyə qədər yuvarlaqlaşdıranda baxırıq onluq mərtəbəsinə. Onluq mərtəbəsi 4 olduğu üçün yüzlük mərtəbəsi olduğu kimi qalacaq. Və onluğun təkliyin yerinə 0 yazırıq. Doğru cavab olacaq 700. D variantı. 2 onluq 400'lük 10 təkliyi 116 vahid artırsaq neçə alınır? 2 onluq 400'lük 10 təkliyi. Hər zaman diqqətli oluruq. 400'lüyümüz 400'dür. 2 onluğumuz 20'dir, 10 təkliyimiz 10'dur. Bunların cəmi neçədir? 400'ün üzərinə 20 gəlsək, 420 üzərinə 10 gəlsək edəcək 430. 430'u 116 vahid artırsaq. 0'ın üzərinə 6 gəlsək 6, 3'ün üzərinə 1 gəlsək 4, 4'ün üzərinə 1 gəlsək edəcək 5. 546. Doğru cavab olur D variantı. Hansı variantdakı ədədləri 2 vahid artırdıqda həm yeni onluq, həm də yeni yüzlük yaranır? 198'i 2 vahid artırsaq yeni yüzlük yaranır, amma 168'i 2 vahid artırsaq yalnız yeni onluq yaranacaq, yeni yüzlük yaranmayacaq. 798'i artırsaq, bəli, yeni onluq və yüzlük yaranır. 198 2 vahid artırsaq edir 200. Həm yeni onluq, həm də yeni yüzlük yaranmış oldu. 598'i 2 vahid artırsaq edəcək 600. Həm yeni onluq, həm də yeni yüzlük yaranmış oldu. 798'i 2 vahid artırsaq edəcək 800. Həm yeni onluq yaranmış oldu, həm də yeni yüzlük yaranmış oldu. Elə doğru cavab edəcək B bəndi. Bizə A, B ədədin birbaşa verməyib, cəm şəklində verib. Biz A-nı, B-ni tapıb, sonra A-nın, B-nin qiymətini yerinə qoyub A plus B-nin cəmini tapmalıyıq. 123 ilə 217'ni toplasaq, A bərabər olacaq 100 ilə 100, 223'ün üzərinə 17 gəlsə 40, 240. Bəs B-ni 2'yə bərabərdir. 300'ün üzərinə, 326'nın üzərinə 195 gəlsək, 300 ilə 95'in cəmi 395, üzərinə də 26 gəlsək, edər 421. Alt-alta da yazıb hesablaya bilərsiniz. Sonra bizə deyir ki, 240 ilə 421'in cəmini tapın. 0'ın üzərinə 1 gəlsək 1, 4'ün üzərinə 2 gəlsək 6, 2'nin üzərinə 4 gəlsək 6. Edəcək 661. Doğru cavab olur D variantı. Yanlışlığa yol verdik. Bir daha baxaq. A üstə gələk B-ni soruşur bizdən. 123 ilə 217'nin cəmi edəcək A bərabərdir. Dediyi edir 340. B-ni 2'yə bərabərdir. B bərabərdir 421. 421'in də üzərinə 340 gəldik. Biz səhv eləməmsə 240 gəldik. 1'in üzərinə 0 gəlsək 1, 2'nin üzərinə 4 gəlsək 6, 4'ün üzərinə 3 gəlsək 7. Edəcək 761. Verilmiş toplama əməli aşağıdakılardan hansıdır? 300 ilə 400'ün cəmi 700 edir. 70 ilə 60'ın cəmi 130 edir. 4 ilə 2'nin cəmi edəcək 6. 700'ün üzərinə 130 gəlsək 830, üzərinə 6 gəlsək 836 edər. Bizə də verilmiş toplama əməli aşağıdakılardan hansına aiddir? Baxırıq görək bunlardan hansının cavabı 836 edəcək. A variantında 300 ilə 200'ün cəmi 500'dür. 60 ilə 70'in cəmi 130'dur.
500'ün üzerine 130 gelse edecek 630. Üzerine de 4 gelen 4 tekrar gelse 638 eder. Çətinlik çəkiriksə 6-6 yaza bilərik. 364'ün üzerine 274 əlavə edə bilərik. 4'ün üzerine 4 gelse 8, 6'ın üzerine 7 gelse 13, 3 bir yadda, 3'ün üzerine 2 gelse 5, bir de yadda 6 edecek. Edir 638. 374'ün üzerine 462 əlavə edək. 4'ün üzerine 2 gelse edecek 6, 7'nin üzerine 6 gelse 13, 3 bir yadda, 3'ün üzerine 4 gelse 7, bir de yadda 8 eder. Edir 836. Bizim de cevabımız 836 etmişti. Elə doğru cevap olacaq C variantı. Hər birində cəmi tapıb yaza bilərsiniz. Növbəti tapşırığa baxaq. İçərisində 145 litr su olan çənə 250 litr və hər birinin tutumu 10 litr olan 3 vedrə su əlavə etdikdən sonra çən doldu. Çənin tutumu nə qədərdir? Baxın əziz şagirdlər, çənin içərisində hal-hazırda 145 litr su var. 145 litr su var. Bizə deyir ki, çənə 250 litr, 256 litr də su əlavə etdik. Və əlavə olaraq da tutumu 10 litr olan 3 vedrə su da əlavə tökdük. Baxın, çəndə 145 litr su var idi. Əlavə olaraq 256 litr də tökdük. 6'nın üzərinə 5 gəlsə 11. 1 yazırıq, 1 yadda. 4'ün üzərinə 5 gəlsə 9, 1 də yadda 10, 0 yazırıq, 1 yadda. 1'in üzərinə 2 gəlsə 3, 1 də yadda 4. Çəndə, bu isə litr sözüdür. Çəndə 145 litr su var idi. 256 litr də su tökdükdən sonra çəndə 401 litr su oldu. Və bizə deyir ki, hər birinin tutumu 10 litr olan əlavə 3 vedrədə su tökdülər. 10'u vururuq 3'ə. Eləyir 30 litr. Demək çənə əlavə olaraq 401 litrin üzərinə 30 litr də su töküblər. 1'in üzərinə 0 gəlsə 1, 0'ın üzərinə 3 gəlsə 3, 4'ə yazırıq bura. Edir 431 litr. Doğru cavab olur A variantı. 483 ədədinin onluqlarını 3 vahid, yüzlüklərini 1 vahid azaltsaq, yeni yaranan ədədlə ilk ədədin cəmi neçə olar? Bu tip tapşırıqlarda nə edirik? Bizə deyir 483 ədədin onluqlarını 3 vahid azaltdıq. Onluğu 3 vahid azaltmaq, onu 3'ə vurmaq deməkdir. Yəni ədədi 30 vahid azaltmaq deməkdir. Yüzlüklərini 1 vahid azaltmaq, 100'ü 1'ə vurmaq deməkdir. Yəni 100 vahid. Ümumilikdə ədəd nə qədər dəyişdi? 30 vahid və əlavə 100 vahid. 30'un üzərinə 100 gələndə ədədimiz 130 vahid azalmış oldu. Əvvəl ədədimiz 483 idi. Ədəd 130 vahid azaldı. 483 ədədi 130 vahid azalıb neçə oldu? Oldu 353. 353. Bizə deyir, yeni yaranan ədədlə ilk ədədin cəmi nə qədərdir? Əvvəl ədədimiz 483 idi. 130 vahid azalandan sonra oldu 353. Və bunların cəmini soruşur. 3'ün üzərinə 3 gəlsək 6, 8'in üzərinə 5 gəlsək 13, 3 bir yadda, 4'ün üzərinə 3 gəlsək 7, bir də yadda 8 etmiş olacaq. Ədədimiz 836 vahid azalmış oldu. Nəyə diqqət edirik? Əziz şagirdlər, mütləq burada diqqətli oluruq. Bax, bu qaydadır. Deyir ki, onluqlarını 3 vahid azaltdıq, yüzlüyünü 1 vahid azaltdıq. Onluğu 3 vahid azaltmaq, onu 3'ə vurmaq deməkdir. Yəni 30 vahid azaltmaqdır. Yüzlüyü 1 vahid azaltmaq, 100'ü 1'ə vurmaq deməkdir. Yəni 100 vahid azaldı. Əgər desəydi yüzlüyünü 5 vahid azaltdı, o zaman mesela indi burada 5 yoxdur, 3 vahid azaltdı. O zaman 100'ü 3'ə vurardınız. Yəni ədəd 300 vahid azalmış oldu. Bax, burada diqqətli olun. Bu bir qaydadır. Bəzi uşaqlar necə edirlər? Bəzi uşaqlar məsələn 483 ədədidir. Burada deyir ki, onluğunu 3 vahid azaltdı. Burada onluqdan 3 çıxırlar. Yüzlüyünü 1 vahid azaltdı. Yüzlükdən 1 çıxırlar.
Yüzlükdən bir çıxanda 4 yüzlük idi. Bir dənə yüzlük çıxıldı. Oldu 3 yüzlük. Burada 8 onluq idi. 3 onluq çıxıldı. Elədi 5 onluq. Yerdə qalan təklik də qalır yerində. Bu qayda ilə azaldırlar. Bu olar. Amma bir qədər mürəkkəb ədədlər olanda yüzlüyünü məsələn daha böyük azaldanda, artıranda və yaxud onluğunu o zaman çətinlik yaşaya bilərsiniz. Ona görə də diqqətli olaq. Qaydadan öyrənək ki, daha asan yolla tətbiq edək. Ütü fenindən 97 manat baha, tozsoğuran isə ütüdən 220 manat bahadır. Fenin qiyməti 85 manat olarsa, tozsoğuranın qiyməti neçədir? Gəlin baş hərflərindən yazaq. Fenin qiyməti 85 manatdır. Bizə deyir ki, fenin qiyməti 85 manatdır. Baxın, bu məlumatı bizə verib. Qalanlarının neçə manat olduğunu bilmirik. Şərtə əsasən özümüz tapmalıyıq. Bizə deyir ki, ütünün qiyməti fenindən 97 manat bahadır. Fen 85 manat idi, ütü də bundan 97 manat bahadır. Bu nə deməkdir? Yəni 85 manatın üzərinə 97 manat gəlməklə biz ütünün qiymətini tapmış oluruq. Edəcək 182 manat. 182 manat ütünün qiymətidir. Tozsoğuran isə ütüdən 220 manat bahadır. Ütünün qiyməti 182 manatdır. Tozsoğuranın qiyməti buradan yazalım. Tozsoğuranın qiyməti isə 182 manatdan 200 manat bahadır. Edəcək 382 manat. 382 manat da tozsoğuran qiyməti. Bizə deyir tozsoğuran qiyməti neçədir? Biz neysə səhv mi yazdıq? Burada 200 manat demir. 220 manat deyir. Üzürü say. Bizə deyir ki, tozsoğuran ütüdən 220 manat bahadır. 220 gəlməli idi. 100-ün üzərinə 0 gəlsə 2, 8-in üzərinə 2 gəlsə 10, 0. 1 yadda, 1-in üzərinə 2 gəlsə 3, 1 də yadda 4. Tozsoğuranın qiyməti etdi 402 manat. Doğru cavab olur C variantı. Növbəti testimizə baxaq. Toplananlardan biri 375, digər isə 587-dən əvvəl gələn ədəd olarsa, cəm neçədir? Toplananların biri 375-dir, digəri isə 587-dən əvvəl gələn ədəddir. 587-dən əvvəl gəlir 586. 5-in üzərinə 6 gəlsək, edər 11. 1 yazırıq 1 yadda. 7-in üzərinə 8 gəlsə 15, 1 də yadda 16, 6 yazırıq. 1 yadda, 3-ün üzərinə 5 gəlsə 8, 1 də yadda 9 edər. 961 doğru cavab olur B variantı. Sonuncu 10-cu sualımıza baxaq. Onluqlarının sayı 7 olan ən kiçik 3 rəqəmli tək ədədlə yüzlüklərinin sayı 5 olan ən kiçik 3 rəqəmli ədədin cəmini tapın. 3 rəqəmli ədəddən söhbət gedir. Onluqlarının sayı 7 olsun. Ən kiçik 3 rəqəmli tək ədəd olsun. Ən kiçik 3 rəqəmli tək ədəd deyirsə, yüzlüyünü 1 götürürük. Tək ədəd dediyi üçün təkliyinə də 1 yazırıq. 0 yaza bilmərik. Çünki 0 yazsaq cüt ədəd olar. Bir daha deyirəm. 3 rəqəmli ədəddən söhbət gedirsə, biz nə etməliyik? Hər rəqəmin yerinə bir dənə xətt çəkirik. Bizə deyir, onluqların sayı 7 olsun ki, onluğun sayını yazdıq 7. Ən kiçik 3 rəqəmli tək ədədlə. Əslində, onluğunun sayı 7 olan ən kiçik 3 rəqəmli ədəd 170'dir. Amma biz 170 yaza bilmirik. Niyə? Çünki bizə deyir, tək ədəd olsun. Ona görə biz təkliyinə 1 yazırıq. 171. Yüzlüklərin sayı 5 olan ən kiçik 3 rəqəmli ədədin cəmi neçədir? Yüzlüyünün sayı 5 olan ən kiçik 3 rəqəmli tək ədəddir. Tək cüt demir. Ən kiçik 3 rəqəmli ədəddir. Ona görə də biz yüzlüyünün sayı 5 olan ən kiçik 3 rəqəmli ədəd 500 götürürük və bunların cəmini tapırıq. 1'in üzərinə 0 gəlsə 1, 7'in üzərinə 0 gəlsə 7, 1'in üzərinə 5 gəlsə edəcək 6. Bu ədəd edəcək
671. Doğru cavab olur A variantı. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti